Bir xəmirdən iki fərqli ləzzət hazırladım. Biri ətli, biri pendirli. İlk olaraq soğanı qovurdum. Üzərinə çəkilmiş əti əlavə edib birlikdə yaxşıca bişirdim. Daha sonra duz, istiot və zirinç əlavə edib içliyi hazır vəziyyətə gətirdim və kənara qoydum. Hazır qat-qat xəmiri ortadan iki hissəyə böldüm. Bir hissəsini hazırladığım ətli içliklə, digər hissəsini isə sürkəcdən keçirdiyim ağ və Holland pendiri ilə doldurdum. Daha sonra xəmirləri bağlayıb üzərinə yumurta çəkdim. Pendirli olanların üstünə ağ küncüt, ətli olanların üstünə isə çörək otu səpdim ki, bişəndən sonra rahat seçilsin. Əvvəlcədən 180 dərəcəyə qədər qızdırılmış sobada üzəri gözəl qızarana qədər bişirdim. Nəticədə inanılmaz, dadlı, xırçıltılı bir ləzzət alındı. Hansını seçərdiniz, ətli yoxsa pendirli?